Bu qələmin belə bir yaradıcısı varsa, necə olur ki, bu möhtəşəm gülün bir yaradıcısı yoxdur? Hörmətli İzləyici. xanımlar və cənablar, damı inqasbatı. Ladies canım. Bizim bu qələm videosunda 13 milyard il əvvəl kainatın yaranmasından hər hansı bir şey deyirikmi? Yox. İlk çiçəyin yaranmasından bir şey deyirikmi? Xeyr. 200 il əvvəlki çiçəklərdən nəsə Vecimə də danışırıq? deyil. Hamısı təsadüfən olmuş olsun. Deyək ki. Allahın heç bir əlaqəsi olmaz. Bəli. Sən bu dəlillə nəsə təsir eləyir? Yox. Mən dəlilim hər an yenilənir. Gözümün qabağındadır. Yaxşı, bu qələmi görsən. Bəli. Bu qələm, tam bu qələm. Bax bunu deyirəm ha. Aha, yəni Bu 500 il qələm. əvvəl düzəldən qələm yox. 500 il əvvəl, yəni bunun ilk versiyası deyək ki 500 il əvvəl. Lələk. Hə. Lələk olsa çox qədim olacaq. Yaxşı, şarikli qələm deyək. Şarikli qələm tamam. ilk versiyasına bax. 60 il. 60 il əvvəlki şarikli qələm. Hı. Sən ondan danışsan yoxsa bu gün Budan. Yəni gözümün qabağında mən rahatlıq istəyən adamam. Bu Yəni, qələm insan nə istəyirsən? rahatlıq istəyir. Mən rahatlıq gözümün qabağında bu var. Bunun əlinin altında varsa onun üzərindən müşahidə bu nə aparıram. vaxt istehsal olunub? Deyək ki 2 ay əvvəl. Tam 2 ay Deyək ki. əvvəl fabrikdən çıxıb. Bəli. Demək 3 ay əvvəl bunun parçaları bir qismi Kanadadaydı. Bəli. Bir Bir qismi qismi Çində idi. Çində, Yəməndə, Sibirdə. Aha. Bunlar son 1 ildə deyək, fərqli yerlərdən gəldilər. Gəldilər. Sonda bax bu qələm oldular, əlimdəki qələm. Oldular, bəli. Sən bundan danışsan. Bunu eləyən nəsə bir şey var deyirsiniz. Bəli. Bunu eləyən nəsə bilən bir şey deyirsiniz. Çünki mən görürəm ki, bu məqsədli bir şeydir Hı. və bunu eləmək üçün bir elm lazımdır. Əsla əvvəlki qələmlərdən danışmırsınız da. Yox, bundan. Bu dəqiqə bax bundan. Biz bu videolarda o qədər bunu deyirik, insanlar yenə elə bilir ki, yəni bayaq dediyimiz arqumentdən danışırıq. Ondan heç danışmırıq ha videoda. İndi bir çiçək düşünək. Çiçək var burada. Evet. Montajla bu çiçəyi görsən. Aha. Bax bu çiçək, tam bu çiçək nə vaxt çıxıb? 2 ayda çıxıb. Allahın yaratdığı ilk çiçəkdən danışmır. Yox. Necə ki bu qələm son 3 ayda toparlandı, bu vəziyyətə gəldi. Bəli. Bu çiçək, bu biz danışdığımız çiçək var ha. Bax bu Bunu o qədər deməliyik ki, insanlar anlasın ki, biz bu andan danışırıq. Son 4 ayda bu çiçəkdəki bütün atomlar, bu çiçək şəklində indi yığılmış konstruksiyası, çiçək şəklində bizə görünən 3 ay əvvəl bu atomlar hardaydı? torpaqda, suda, günəşdə. Necə ki bu qələm fərqli yerlərdən yığıldı, gəldi. Bəli. Eyni şəkildə sən dediyin mən belə anlayıram ki, bu çiçəyi də torpaqdan, biraz foton, günəşdən, biraz oradan buradan gəldi, çiçək oldu. Necə o prosesi bilgili şəxslər elədisə, bu prosesdə atomlar yox, qanunlar yox, bilən biri elədi ki, sən adını Allah deyirsən. Burada mən görürəm ki, güc var. İstənilən bir fəaliyyət görülübsə, Hə. A nöqtəsindən B nöqtəsinə keçilibsə, Hı. güc var burada. Qələmdə deyirsən. Bəli, yəni kələm düzəldiyindən zaman güc var. İndi burada əsas İnsanlar hamısının gücünü alsaq qələm yəni, olmayacaq. İslamın əsas digər o inanc sistemləri, yəni ateizm, deizmdə inancdır. İslamın digər inanc sistemlərindən əsas fərqli cəhəti o güc sahibinin, məsələn gücə enerji deyək və ya Allahın qüdrəti deyək. O güc sahibinin elmli və yaxud elmsiz olmasıdır. Məsələn mən inanmıram ki, hansısa bir ateist deyər ki, o güc elmlidir. Əgər zaten desə ki, o güc elmlidir, bu adam İslamın dediyi Sən nə deyirsən? Bu son 1 həftədə torpağın gəlib çiçək olmasını deyirsən. bəli. Biz dedik ki, o qüvvənin elmi var, yox. Yəni qüvvə ağıllıdır yoxsa ağıllı deyil. Yəni bu dəqiqə onu eləyən Allah deyirsən. Bəli. Dizayn parametri var. Kainatda o qədər həssas ölçülər var ki, Allah bir mexanizm kimi, necə ki sən bu telefonu düzəltmisən, atmısan, telefon öz-özünə çalışır. Eyni şəkildə Allah mexanizm kimi sistemi o qədər mükəmməl qoyub ki, sistem nəticəsində bu çiçək çıxdı. Bundan danışırsan yoxsa bizzat Allah eləyir deyirsən? Mən deyirəm ki, bunu eləyən bizzat Allahdır. Allah elə bir mexanizm qurub, sonra qıraqda dayanmayıb. Bu icra anban gedir. İcra Allah amban burada icra iş görür. Yəni mən ateist kimi sənə deyə bilərəm. Allah burada amban iş görür. Quran ayəsində açıq-aşkar buyurulub ki, o hər an bir yaratma halındadır. Doğru. Ver abi. Sadəcə bunu biz niyə danışdıq? Yəni biz əsla neçə milyard il əvvəldən danışmamışıq. Əsas mövzularımız, yəni %90 mövzularımız bu an etibarıyla kainatdakı cari olan bütün hərəkətlərin elm sahibi bir güc tərəfindən olduğu iddiasıdır. Amban. Əslində ateizmdə amban yaradılışı qəbul edir ha. Bəli. Ambanın qüvvənin orada iş görməsini qəbul edir. Ateizm də elə deyir də. Ateizm Big Bang deməyinə baxma. Amban kainatda güclər var, bəlli güclər, qravitasiya gücü, gücün nüvə, elektromaqnet və s. Bu güclərdir kainatı. Hətta bu sürtünmə görsən, elektromaqnet qüvvəsinin təsiridir. Yəni bir ateistə görə də belədir. Gelir qardaş, bunda bu qədər alimlər ağılsızdır. Bir də o şey deyirəm amma məsələn bu fikrimə qarşı adam ağlına dərhal bu gəlir. Onda əlil uşaqlar da Allah yaradır. Onda zəlzələlər də Allah eləyir. Bəli. Hər şey eləyən Allahdır. Amma bu başqa mövzudur. Yəni burdan sən ora keçmə. Sən burada biz sən o qədər böyük bir məsələ danışmışıq ki, sən o qədər silkələnməlisən ki bu mövzudan sonra. Əlil uşaqsan o mövzunu nətər dərhal atdın ortaya. O başqa mövzudur və bizim üçün o çox rahat bir mövzular danışmaq. Amma sən burdan ora nətər keçdin? Sənin üçün bütün dünyanı silkələyən bir mövzu atmışıq. Bu alimlər deyək ki, sizdən o qədər ağılsızdırmı ki, gedirlər neçə milyon il əvvələ? Kim gedirsən? Big Bang-ə qədər deyib çıxırlar. Onu da danışmaq olar. Big Bang də danışarıq. Big Bang də danışarıq amma bizim mövzumuz indi budur da. Hər bir şey danışır. Tamam, yəni sən şey eləmir. Yox, nə istəsən danışaq. Abi mən qorxum yoxdur. Yox, nə deyirəm? Yəni elə də sual verə bilər ki, o qədər məsələn. Danışsan danış. Mən çox başlayıram. Bir 10 cəhətdən başlayıb danışarım mən. Bu başları ateistlər falan başlayır. Harasından danışım Abi, elm deyilən şey hadisənin sadəcə nə olduğunu bizə deyir. Məsələn deyir ki, su
daha dərinə indi, daha dərin araşdırma etdi. Su deyir H2O-dur, yəni 2 hidrogen və 1 oksigen atomu var orada. Su molekulunu əmələ gətirir. Amma əgər elm adamlar bundan sonra deyirsə ki, bu su molekulunun içində olan atomları bir arada saxlayan hansısa bir qüvvədir, bu artıq inancdır. Artıq adam elmdən çıxdı, əgər öz iddia elədiyi elmdən çıxdı, çünki yalnız müşahidəyə əsas olan. Adam artıq elmdən çıxdı, girdi fəlsəfəyə. Abi fəlsəfəyə girdi, düz fəlsəfəyə girdi, amma mən niyə doğru inanc deyirəm? O deyir ki, 2 hidrogen 1 oksigen müəyyən qanunlarla durub bir yerdə. Bəli, durub. Bu onun işidir. Bəli. Amma bundan sonra əlavə fikir onun inancı doğrudur. Bəli. Amma bu doğru inanc olduğu qənaətindəyəm. Deyir ki, onu orada tutan nəsə var. Biz də deyirik də onu orada tutan nəsə var. Biz də eyni fikirdəyik. Eyni fikirdə deyil ya abi. Öz-özünüzdən Amerika kəşf eləmirsiniz. Yox. Biz də deyirik onun nəsə tutub, o da deyir onun nəsə tutub. O adını elektromaqnit qüvvəsidir. Biz var, amma qavram qarışıqlıqdır burada. O qüvvəyə o adam orada ağıl vermir. Elmli qüvvə deyil deyir. Amma biz deyirik ki, qüvvə sahibi elmlidir. Bilgisiz qüvvə deyir. Bilgisiz qüvvə 3 dənə cismi havada davamlı müəyyən ölçü ilə saxlasın. Əsla saxlasın. Və indi fikirləş ki, yəni trilyonlarla atomu eyni nizamda saxlayır. Dünyanın hər yerində, Nizam hər pozulmadan. yerində niyə dayansın? Bu elmin ön qəbulu da. Biz inanırıq ki, qanunlar Davam edicidir. Zaman və məkandan asılı olmayaraq, məkan və zamandan asılı olmayaraq hər yerdən indiki kimi keçərlidir. Ön qəbuludur bu. Bu insanlar tərəfindən çox da bilinmir. Bu ön qəbulun üzərində danışır bütün məsələlər. Biz onları doğru başa düşməliyik də. Yəni Biz onları çox yaxşı başa düşürük. qədər, yəni ancaq bizə elə öyrədiblər. Hətta universitetdə də belə öyrədiblər ki, yəni qanundur bunu tutan, təbiətdir. Yəni də belə ona görə bizə yaxşı qulaq asmalılar. Yəni hadisəyə verilən addan qabağa getmir bu şey. getmir. Yəni biz bu videolarda belə sadə şeylər danışmırıq. Elm əslində nəyi açıqlayır? Heç nə açıqlamır. Sadə ölçü deyirmiş. Burada bu ölçü var, burada bu ölçü. Adam həyatı boyu düşünməyib məsələn qanunun real varlığı var yoxsa yox. Bu mənə görə o qədər bir insan dünyasını yıxan şeydir ki. Yəni mən həyatı boyu qanunlara real varlıq vermişəm və demişəm ki, təbiətdəki hadisələri bu qanunlar idarə edir. Həyatı boyu bunu demişəm və biri çıxır deyir ki, qanun yoxdur deyir. Nətər yoxdur? Hamı var deyir. Hamı var deyir. Ya o hamı var deyir. Sən görmüsən. Çoxluğun fikrinə qarşı çıxmaq da insanı bir cür haqsız hiss etdirir ki, yəni bu qədər adam yanlış eləyə bilməz axı. Yəni görmüsən deyirəm. Adam məsələn bu dəqiqə nə fikirləşir? Bu gözlə görmə fikirləşir. Düşünmür ki, yəni sənin o zəkanla fikirləş dediyimi mən dünən nə fikirləşmişəm. Ola da bəzən niyə başa düşməyə çalışıram ya da neçə illər bunlar öyrədib, ancaq bunlar bizə baxsınlar da. Həqiqətən, yəni əməlli yerə o şeyi qırmaq lazımdır ki. Abi Quran oxusun, Risale-ni oxusun, əslində məsələ çox sadədir. Həm də inanılmaz dərəcədə sadədir. Sadəcə beynindəki sadəcə illər ərzində aşılanan fikirləri biraz, yəni onları geridə buraxıb, çünki adam əmindir ki, bu şey qanundur. Çünki elm adı altında servis olunur. O inanclar elm adı altında servis olunur. Məsələn deyir ki, sənin biologiya müəllimi mən nə deyim? Mövzunun biologiya ilə yox, məntiqlə, fəlsəfə ilə əlaqədar olduğu, hələ onun belə fərqində deyil. Sən hələ orada qalmısan. Dünya inkişaf edir. Bu çoban da düşüb çoban yastığının üstünə ki, bunu kim yaradıb? Onu Xomeyni yaradıb. Mən şəxsən sübut edərəm. Yəni bu adama deyə biləcəyimiz maksimum söz get tullan. Yəni normal ciddi bir etiraz edərsiniz, yoxsa yəni məzələnmə yeri deyil axı bu. Deyir cahil üçün hər şey möcüzədir. Ay cahil. Albert Einstein deyir ki, ya hər şey möcüzədir, ya da heç nə möcüzə deyil. Möcüzə əslində necədir? İnsanlar möcüzə deyiləndə nə başa düşürlər? Biz onu açıqlaya bilmirik. Əslində möcüzə biz açıqlaya da bilirik, yəni bal kimi də açıqlayırıq. Sadəcə bizim etməkdən aciz olduğumuz şey. Bütün insanlıq toplansa, torpağı çiçəyə çevirə bilməz. Bu açıq bir həqiqətdir. Əgər torpaq çiçək olubsa, görürük ki, olub. Yəni yəqin ki, bunu inkar eləməzlər. Torpaq çiçək olub. O möcüzə deyəndə nə deyir bilmir. Yəni möcüzə bizim açıqlamaqdan aciz olduğumuz şeydir. O möcüzə qeyri-adi şeyə deyir. Bizə görə biz kainatda baş verən prosesdən demək olar ki, hamısından acizdik. Bizə görə həqiqətən deyir cahilsə deyir hər şey möcüzədir. Bizə görə hər şey möcüzədir bəli. Çünki biz cahilik. Çünki cahilik, bəli, onu eləyə bilmirik. Və biz eləyə bilmərik. Bu qədər külli elm təzahür edib, amma biz bu elmlərin yalnız cüzi bir qismini görüb araşdıra bilirik. Biz o çiçəyi düzəltməkdən cahilik. Bəli, cahilik. Biz cahiliksə, atomlar, torpaq dünəndən cahildir. O adam DNT-yə gedir belə. DNT atomdan başqa şey deyil. O DNT-dəki bütün atomlar cahildir. Biz həqiqətən cahilik. Biz bütün insanlıq olaraq, bütün kainat olaraq, bu yer kürəsinin içində nə varsa, biraz da daha geniş götür, bu kainatın içində nə varsa, hamımız o qədər cahilik ki, ona görə bizə görə hər şey möcüzədir. Bəlkə deyib var, möcüzə aciz kəlməsindəndir. Biz acizik, cahilik. Amma çiçək olur axı. Amma kenqurular çıxır axı ana bətnindən. Yumurtalardan quşlar olur axı. Demək ki, bu olursa aciz və cahil olmayan biri var. Biz ona Allah demişdik. Var da bu. Bu şey var. Biz elmi metodologiya ilə gedir ya. Adam deyir məsəl üçün, orada Neptun planeti var. Neptunu görməyib ha. Amma deyir yox, mən burada bir şey olmalıdır. Burada bir şey əksikdir. Onu hiss edir orada. İndi biz də tamamilə eyni metodologiya ilə deyir ki, burada bir şey var. Nəsə var bunu eləyən. Tamam var, nəsə bir güc var, bəli, ortaq. Amma yox, nəsə bir şey də var. Biz yenə elm adam ortaya bir şey atır, digərləri qəbul eləmirlər. İlk öncə qəbul eləmirlər, sonradan yavaş-yavaş ortaya çıxır. Amma ilk öncə hamı onu protesto edir, əks gedir.
Yəni biz deyik ki, orada bir şey var. Sən də razısan, amma o bilən bir şeydir bu şeydən. Adam deyir, yox. O qələmin yaradıcısı var. Bəli. O gülün yaradıcısı varsa, onda o gülü yaradanın da yaradanı var. Orada Bax, ateistlərə görə də, müsəlmanlara görə də əzəli, yəni varlığının başlanğıcı olmayan nəsə var. Bir şey olmalıdır. Nətər yəni ateistə də görə, müsəlmana görə də əzəli bir şey var. Məsələn, ateistlərə görə heç bir şey əvvəl yox idi. Birdən-birə sıfırdan meydana çıxdı. Yoxsa Yox, belə. maddə əzəli deyirsiniz, düzdürmü? Ya enerji deyil, biz deyirik. Yəni ateizm, deyək ki, sən burada ateizmin fikrini təmsil edirsən, mən də müsəlmanların deyirəm. Eləyim. Ateizm deyir ki, maddə əzəldir. Bəli, atom sonradan yaransa da onun forması olan enerji olub həmişə. Aha, hərəkət dediyimiz şey, yəni atomlar hərəkət edir, düzdürmü? Bəli. Hərəkət dediyimiz şey. Bəli. Məsələn, deyək ki, hərəkət. Bu dəqiqə hərəkət oldu. Bəli, oldu. Bu hərəkət mənfi sonsuzluğa doğru gedir, sizin məntiqinizə görə. Bəli, gedir əzəli səbəb. Yəni çünki sonsuzluğa görə. Sonsuz zamanı aşıb bura gəlib yata bilər. Çünki bu dəqiqə sonlu hərəkət edir. Bir dəqiqə. Bu hərəkətdən dünənə, ondan sıra günə, yəni sonsuz sayda hərəkət edən şey gəlib bura necə çatır? keçmişə sonsuz varsa, indiyə gəlib çatmağımız əsla mümkün deyil. Mümkün deyil ki. İndidən sonsuza qədərin yarısı nə qədər, yarısına çata bilər. Sonsuzun zaten yarısı yoxdur. Sonsuzun yarısına belə çatamaz gəldi bura. Yarısı heç 4/1-nə belə çatamaz. Yəni fikirləş ki, əskərdir, güllə atmaq istəyir avtomatdan. Deyir ki, gözlə gedib gizirdən icazə alırım. Gözlə gedib leytenantdan. Belə. Fikirləş rütbə bitmir da. Əgər rütbə bitmirsə, bu adam normalda atəş də açmamalıdır. Amma görürük ki, atəş açıb, mən sizə toxundum. Demək ki, o əmrlərin gəldiyi baş nöqtədə bir yerdə bitib əmrlər. Ona görə də biz deyirik ki, kainatın bir başlanğıcı var. Hərəkət varsa başlanğıc var. Ona görə də maddə əzəli ola bilməz. Çünki maddə hərəkətdədir. Hərəkət əzəli ola bilməz. Bir şey əzəlidir. İslamın biz hissəsi danışarıq indi. Amma ateizm çökdü. Yəni bu deduktiv metoddur. Yəni məntiqdə deduktiv metoddur və sən heç bir elmi metodologiyan, elmi ortaya qoyduğun heç bir şey bu qədər qüvvətli deyil. Elmi dediyimiz hər bir şey induktiv metoda əsaslanır. Bunu çürüdə biləcək dünyada heç bir ağıl yoxdur. Çürüdən ağıl varsa biz ona ağıl demirik artıq. Ağılsızlıq. Yəni ona adına ağılsızlıq deyirik. Sadəcə bunu bilməyən insanlar bizim əleyhimizə çevirə bilər. Çevirim. Necə? O zaman sonsuzdan bəri heç nə ola bilməzsə, eyni iddianı Allaha qarşı da çevirirəm. Aha, amma biz dedik da, hərəkət varsa əgər, onda hərəkət əzəli deyil. Çünki hərəkətin bir başlanma yeri var. Amma biz müsəlmanlar iddia edir ki, Allahın zatında, yəni Allahın zatında hərəkət yoxdur. Hərəkət yoxsa onda problem də olmur da. Çünki bir başlanğıc da olmayıb axı. Zatda hərəkət yoxdur. Yəni 2 dənə hərəkət olmalıdır ki, oradan bu tərəfə çata bilməsin. Zaman xarici bir şey olsa, əlbəttə, bu problem içə düşmür. Hər prosesin yaradanı var. Hərəkət var, hərəkət yaradılmaya möhtacdır. Hadisə qədim olamaz deyir Said Nursi. Yəni hadisat aynı qadim olamaz deyir. Hadisə varsa bu sonsuz gedə bilməz. Çünki hərəkət var. Amma Allahın zatında hərəkət olmadığından bu problem içə düşmür. Qələmi yaradanla qələm eyni fizika qanunlarına tabedir. Qələmi yaradanla qələm eyni fizika, yəni fizika qanunlarına tabedir. Buyur, çətin sor. Eyni atıma sahibdir. Ona qalsa, onda Allah da bizimlə eyni qanunla hərəkət edir. Bax, qələmin ortaya çıxması üçün güc lazımdırmı? Enerji. Qüvvə lazımdır, konkret. Hə ya yox? Bəli. Lazımdır. Elm lazımdır yoxsa yox? Lazımdır. Qüvvə və elm lazımdırsa, qələmdən milyon qat daha mükəmməl olan bir gülün ortaya çıxması üçün bax, qələmə dedin ki, qüvvə də lazımdır, elm də lazımdır. Qələmə qüvvə lazımdır, elm lazımdırsa, gülə qüvvə və elm lazımdır yoxsa yox? Neçə milyon il əvvəlki güldən söhbət etmir ha? Hal-hazırda. Bu dəqiqəki gülün kainatdan toplanması. Ona görə də mən deyirəm ki, qələm ortaya çıxması üçün biri qüvvəli və elmli olmalıdır. Eynən bunun kimi də gülün ortaya çıxması üçün bir varlıq olmalıdır ki, o qüvvəli olmalıdır və elm sahibi olmalıdır. Bəs bu. Amma onun zatında hərəkət olmadığını bilmirsən sən. Zatında hərəkət olub olmadığını bilmirsən. Əgər zatında hərəkət olsaydı onun, məsələn insanın zatında hərəkət var, ona görə insanı da yaradan insan. Bəli. Allahın zatında hərəkət olsaydı, sən bunu bilsəydin, eyni problemi düzdür, içinə düşərdik və onda deyəcəkdik Allahın yaradanı kimdir. Sən orada da qurtarmayasan. Sən bunu sonsuza doğru mütləq getməliydin. Yəni zatında hərəkətsiz bir yerə mütləq çıxmalısan. Tam orada ilkdə kəsikdə bir son. Hətta işi biraz da daha aça bilərəm, amma insanlar anlamaz. Amma elmdən anlayır mənim. Yəni sən qələmi düzəldirsən ha. Bəli. Bizə görə zaten İslama görə tək bir güc var. Allahın qüdrəti. Ateizm və deizmə görə də yenə kainatda 4 güc var. Sən o qələmi düzəltdiyin anda kainatda bütün o fəaliyyətdə 4 təməl qüvvətdən başqa iş görülür. Güc hardadır? Güc sən gücündə. Yəni biz bu 4 təməl qüvvəti zaten Allahın gücü dediyimizdən başqa videolara baxsınlar. Yenə bizim sadəcə istəyimiz olur. Əslində bizim o hərəkətimizi də, qələm yaradanda hərəkətimiz də yaradan olur. Zaten İslama görə abi kainatdakı İstənilən zərrənin bir yerdən bir yerə getməsi tək gücün sayəsindədir. Biz sadəcə orada anlamaq üçün deyirik, mən necə qələmi yaratdım, yoxsa biz o qələm yaradanda əlimizin hərəkəti, buradakı içəridəki elektronların hərəkəti, hər şey bizzat yenə bir güc tərəfindəndir. La qüvvətə ilə billah deyir, Quranda deyir. Yəni sən inşallah biz bu yaxın zamanda böyük bir şey çəkəcəyik bu mövzuyla bağlı. Sən elə bilmə ki, sən düzəltdiyin kamera, televizor, bunlar Allahdan müstəqil şeylərdir. Bu dünya içərisində elə bir şey yoxdur ki, elmi sübutu olmasın. Bəli.
Doğrudur. Zararsan. Elmi sübut nədir? Bir şeyin həqiqəti var da, yəni bunu bilən adam var da. Mən bilmirəmsə də, heç bir insan bilmirsə, bilən Allah bilir. Allahın elmi hər şeyi əhatə edir. Ya bir də bu elm dilinin anlayışı insanlar elə aliləşdiriblər ki, elə bir bütün insanlar qıraqda dayanıbdı. Birdən yəni insanlardan daha üstün bir varlıq ortaya bir ideya ölçüsü ki, bu elmdir. Hər şeyi bununla ölçür. Elm adamları onların rahibləridir. Elm deyilən bir şey bir toplumun qəbul etdiyi qərarları ki, yəni biz kainatda baş verən hadisələrin araşdırmasını biz bu qaydalar çərçivəsində edəcəyik. O qaydaları onlar qəbul ediblər. Yəni onlardan məsələn soruşuldu ki, bu qaydalar niyə görə bu qaydalar qəbul olunub? Məsələn o elmin 6 dənə inancı var da, əsas təməl. Və ya bəlkə çox da, amma təməl 6 dənə inancdır. Evrim Ağa saytında var. Elmin təməl inancları. Bunlar araşdırdıqda görürük ki, elm heç də bizə göstərilən qədər məsum deyil. Elm açıqladı, açıqlamadı. Bizim mövzulara onun dəxli yoxdur. Elm nəyi açıqlayır? Yəni bu mövzunu açıqlamır axı. Elm hadisə necə olur onu açıqlayır. Biz də görürük proses olur. Biz kör deyilik. Prosesin olduğunu görürük. Bu prosesi edən ya atomdur, ya atom deyil. Burdadır bizim münaqişə mövzumuz burdadır. Biz demirik proses olmur. DNT oradan keçmir. Yəni helikaz falan keçəndə o ayrılmır. Biz bunu heç biz hamısını görürük. Yəni hamı nətə görür, biz də elə görürük. Sadəcə biri deyir ki, atom bunu eləməyə kifayətdir. Biz deyirik ki, atom bunu eləməyə kifayət deyil. Biz başqa bir şey iddia edirik. Sən bunu nətər rədd edirsən? Sən bil, hər elm adamı kimi bunu nətər rədd edirsən? Sən uzaq başı deyərsən ki, heç nə deyə bilməz. Nə deyir? Ya atomun hər birinə ilahlıq verməlidir. Abi onu olsun dilə gətirmirəm. Onu heç kəs deməz. O qədər ağlı heç kəsin yox. Heç kəsin yox deyən yəni O qədər. ən azından bu videoya bax. Yəni o qədər ağlı olan onu çözər yəni. O qədər çətin olmaz onun. Milyonçu insanlar heç vaxt yaradıcıya inanmırlar və o barədə düşünmürlər. Həyatda heç nəyə nail olmayanlar isə əksinə cənnət arzusuyla yaşayırlar. Yalan danışır adam. Yəni bir anlayış var ki, insanlarda varlı insanlar Allaha inanmır, kasıblar Allaha inanır. Bəzi alimlər Elə bir ki, adam gedib bütün milyarderləri, bütün milyonerləri hamısını araşdırıb ki, sən Allaha inansan yox. Ha, bu da inanmır. Bir də elm adamları milyonçudur. Neçəsi milyonçudur? Bir qismi deyək də. Ticarətçilər milyonçudur. Elm adam yazır. Çox az olur abi elm adamları. Çox az olur. Çünki ticarətə giriş Adamın həyatı bununla, bilgi ilə keçir. Yəni bilgiyə yatırım son illərdə yəni. Səbəbini bilmək üçün kitab oxumaq lazımdır. Elm deyirlər yaradılışa. Elə tutaq Allah elədi, amma kör kimi yaşayaq, elm nədir bilməyək. Allahın zaten bizdən bu istədiyi də budur ki, Allah deyir ki, yəni kör kimi yaşamayın. Gözünüzü açın, ətrafa baxın. Mənim sənədlərimə baxın, təfəkkür eləyin. Kainatda ibrətlər var insanlar üçün. O ibrətlərdən nəticə çıxarmalıyıq ki. Yəni bu nə üçün? Yəni bunlar boş-boşunadırmı? Yəni ya Rəbbim, sən bunları boş-boşuna yaratmadın. Biz orada baxıb sonsuz ləzzət alma imkanımız var əlimizdə. Sonsuz ləzzət alma imkanımızı müvəqqət həyatımızda bizə cüzi faydalar sağlayacaq bəzi şeylər sərf edirik və səlam. Bitdi. Bir də bu elmin populyarlığı var. Ya. Amma elmin mən Azərbaycanda gördüyüm, dünyada bəlkə fərqlidir. Elmin özünün populyarlığı yoxdur. Elmlə məşğul olan adam azdır. Mən məsələn adam yazdığını bilirəm də. Yəni yazılan şərhdən baxıram bayaq oxuduqlarına. Nə elm bilmir, nə fəlsəfəsi bilmir, nə məntiqlər zaten bunların əksəriyyətinin ən altdan məntiq problemləri var. Nə din nədir, dinin heç birini bilmir də. Yəni elmi də bilmir, onu deyirəm. Sadəcə populyarlığı var. Nə populyarlığı? Elm. Elə bir şey çox elm deyəndə rahat olur. Evrim Ağacın açır məsələn, mütləq Evrim Ağacın hər videosunu yarım saat həftədə deyək. Hər videosunu mütləq izləməlidir. Qoyur orada gedirik, təxminən belə məlumatım olsa özün rahat hiss edir. Elmlə məşğul oldum deyir. Yəni elmlə məşğulluğu budur da adamın. Elmin adının populyarlığı var. Yoxsa elmin populyarlığı yoxdur Azərbaycanda. Belə sözlər deməklərinə baxma. Müraciət etdiyiniz şəxslər inanmırdısa, bu videodan sonra heç kim inanmayacaq. Bayağı yollarla, uşaq ideyalarla insanların aqressiyasını daha da artırmayın. İzah edirsinizsə, gedin elmi yolla izah edin. Kainat qələm deyil. İslamiyyət deyir ki, kainatın hər bir nöqtəsi Allahın varlığını göstərən dəlillərlə doludur. İslamiyyət yalnız və yalnız bir təbəqəyə xitab eləmir ki, onlar bütün günü laboratoriyada, elmi araşdırmalarla keçirsinlər. İslamiyyət ən avam, dağda qoyun tutan çobandan, o dediyim laboratoriyada araşdırma aparan adama qədər. Onlar hamısına xitab eləyir. Normalda xitab edirsə, onların hamısını başa düşəcəyi dildən. Yəni deyir ki, yəni bütün kainatın hər bir nöqtəsi, hər bir yeri Allahın varlığını bizə göstərir. Onun üçün də yəni o kiçik misalları göstərmək bunun üçün bir problem deyil. Əgər dəlil çürüdülməyibsə, dəlilin insanlara çox göstərilməsi o demək deyil ki, çox göstərilibsə demək bu dəlil çürüdür. Kimə görə kiçik? Məsələn, həmin adam böyük ehtimal mənə gəlir müsəlmandır və bu cür müsəlmanlar var. Məsələn, deyir ki, dağları kim yaradıb? Lağa qoyur. Məsələn, bu cür qüvvətli iddiadasını. Sənə görə Quran qüvvətli kitabdır yoxsa yox? Böyük ehtimal ona görə Quran qüvvətli kitab deyil. Məsələn, nə deyir? Heç bir səmərə meyvə verməz Allahın elmi olmadan yarpaq Allah düşürər. Torpaqdan lobyanın çıxması və s. Güman ki, ona görə o çox zəif dəlillərdir. Yəni Allahın gətirdiyi dəlil adam bəyənmir.